Aydındır. İlk öncə onu qeyd etmək lazımdır ki, sizin də vurguladığınız kimi Suriyada Türkiyənin hərbi baza məsələsi bir müddətdir ki, gündəmdə idi və əsas konkret yer kimi də biz bura Suriyanın daha çox türkmənlər yaşayan şimal və şimal-qərb bölgələrini götürə bilərik və bir də təbii ki, Hələb ətrafı ərazilərdə hərbi baza və bazaların yaradılma məsələsi gündəmdədir. Xüsusilə də dediyim kimi bu ərazi türkmənlərin daha kompakt yaşaması və Türkiyənin uzun müddət İdlib və digər ətraf ərazilərdə fəaliyyət göstərməsi bu ərazilərin həm təhlükəsizlik baxımından, həm də stratejik baxımdan və həm də logistik baxımdan Türkiyə üçün hərbi baza yaratmaq imkanlarını yüksəldir. Təbii ki, Türkiyə indiki məqamda Suriyadakı hakimiyyətə həm dəstək olmaq, həm regionda antiterror fəaliyyətlərini gücləndirmək, həm də regionun sabitliyi baxımından bu hərbi bazaların yaradılmasını zəruri görür və mövcud Suriya hakimiyyəti ilə də bu istiqamətdə konkret razılığa gəlinib. Amma diqqət çəkən məqam odur ki, burada həm də deməli məsələ bir regional tərəfindən biz baxırıqsa, digər tərəfdən geostrategik tərəfinə baxmaq lazımdır ki, Trump administrasiyası ilə Türkiyə arasında bu məsələ ilə bağlı bir ortaq razılığın olduğu görünür. Ümumiyyətlə Trumpın yaxın şərqdən Amerikanın gücünü müəyyən mənada geri çəkilməsi fonunda Türkiyənin təsirlərinin artmasını müşahidə edirik. Əslində burada da bir təəccüblü bir durum yoxdur. Biden administrasiyasından fərqli olaraq Trump Türkiyə ilə əməkdaşlıqda maraqlıdır və Türkiyənin regional fəaliyyətini əslində həm də özünün fəaliyyəti kimi qiymətləndirirlər. Bundan da ərazidə Türkiyənin fəaliyyətinin artmasında maraqlı görünürlər. Hesab edirəm ki, bu məsələ ilə bağlı, hazırda bu danışıqlarda yer alan dövlətlərdən biri ilə məhz Amerika Birləşmiş Ştatlarının yenə özüdür. Onsuz da Amerikanın regionda hərbi bazası vardı. Amma bunun hərbi kontingentin sayı azalmışdı. Hesab edirəm ki, bu kontingentin sayı azalması fonunda Amerika yenə də ərazidə qalacaqdır. Digər dövlətlər kimi biz bura regional ölkələrə baxa bilərik. Misal üçün, paralel danışıqlar Səudiyyə Ərəbistanda da gelirdi. Yəni burada Səudiyyə Ərəbistanın iştirakı da mümkündür. Avropa ölkələrindən iştirak edə biləcək ölkələr də var. Təbii ki, xüsusilə biz burada son zamanlar Fransa və Suriyanın danışıqlarda aktivləşdiyini də müşahidə edirik. Yəni bu tam dəqiq olmasa da əgər müəyyən bir razılıq əldə edilsə, Fransa da proseslərdə iştirak edə bilər. Amma Türkiyə daha çox burada Suriyanın özü ilə və Amerika Birləşmiş Ştatlarından daha çox əməkdaşlıq edəcək və təbii ki, vəziyyət istənilən səviyyədə gedərsə, Səudiyyə Ərəbistan, Misir kimi ölkələrin də regiondakı fəaliyyətindən danışa bilər. Eyni zamanda Turan bəy vurğulamaq da yerinə düşər ki, burada İran və Rusiyanın da maraqları var. İstərsə məsələdə biz görürük ki, Rusiyanın orada bazaları mövcuddur, qalmaqdadır Latakiya ərazisində. İrana o qədər də deyə bilmərik, amma Rusiya bəs bu 5 ölkə içərisində mövcud ola bilərmi? Yəni yer ala bilərmi? Bilirsiniz, bu rəsmi səviyyədə olacağını düşünmürəm. Çünki ən azından hələ ki Rusiyanın əraziyə əlavə bir hərbi baza gətirməsi və ya da mövcud bazasını gücləndirməsi çətin görünür. Amma belə bir durum var. Əgər Ukrayna məsələsində Rusiya ilə Amerika Birləşmiş Ştatları arasında bir razılıq əldə edilərsə, bəli, biz bu 5 ölkədən biri kimi Rusiyanın da adını çəkə bilərik. Amma yox, tərəflər arasında razılıq əldə edilməzsə və Ukrayna müharibəsi davam edərsə, Rusiyanın hücumları davam edərsə, hesab edirəm Amerika bu məsələdə Rusiya ilə ortaq əməkdaşlığa getməyəcəkdir. Sadəcə mövcud baza qala bilər ki, bu da daha çox mövcud Suriya hakimiyyəti ilə Rusiya arasındakı danışıqlardan asılı olacaq. Bir də məsələyə başqa bir tərəfinə baxmaq lazımdır ki, Rusiyanın regionda olması Türkiyəni narahat edirmi? Prinsip etibarilə Türkiyə hələ də Rusiya-Ukrayna müharibəsində danışıqlarda aktiv rol oynayır və həm də vasitəçilik missiyasının korlanmaması üçün Rusiyanın da ərazidə qalmasını həm də rəsmi Dəməşqlə müəyyən danışıqlarla tənzimləyə bilər.